Deməli, hal-hazırda mən Baş Prokurorluğun onlayn belə deyək də müraciətinə daxil olmuşam şikayət bölməsinə, qeyd etmişəm. Yaşayıram Bakı şəhəri qeydiyyatım, Masallı qəsəbəsi İşğali Qurbanov. Dəqiqə bunu düzəldim. Deməli, İşğali Qurbanov 22-də hal-hazırda Köhnə Günəşli istiqamətində İnqilab İsmailov 56, Zeydon 234 ilə kəsişmədə meylim var. Adım Məcid, soyadım Abdolov, atadım İlyas, əlaqə nömrəm. Birbaşa ünvanlamışam Baş Prokurorluğa. Deməli, yazaraq bildirirəm ki, mən vətəndaş Abdolov Məcid İlyas oğluyam. 23.05.1988-ci ildə Bakı şəhərində anadan olmuşam. Mən vətəndaş Abdolov Məcid və mənim ailəm Azərbaycan dövlətinin əleyhinə formalaşmış, çoxsaylı cinayətləri özündə əks elətdirən, cinayətkar dəstə və dəstə üzvlərinin cinayətlərinin qurbanı və şahidi olmuşam. Bu cinayətkar dəstənin başında duran əsas havadar və himayədarlardan biri elə məhz sizin Baş Prokurorluğun prokuror vəzifəsində çalışan şəxsdir. Məhz həmən şəxsdir ki, Yusif adında Alfons həyatı yaşayan şəxsin yaxın qohumudur. Daha dəqiq desək, həmən Yusifin həyat yoldaşının qardaşıdır. Məhz Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşına rüşvət verən, Dövlət Təhlükəsizlik Xidmətinin Vahabə əməkdaşına cinayət izlərinin itirilməsində ona dəstək və köməklik göstərib. Məhz Dövlət Təhlükəsizlik Xidmətinin rüşvət verməkdən ötürü qohumu Yusifin mənzilindən istifadə ediblər. Yusifin evinə mənim usta xidməti göstərmək bəhanəsi ilə dəvət edib, orada Tahirə adında pozğunu da dizayner kimi qələmə vermişdilər. Ola bilər həqiqətən də dizayner olsun. Tahirə ilə də məni yaxınlaşdırıb tanış eləmək məqsədləri var idi. Məhz Yusif də öz növbəsində Tahirəyə qarşı olan səmimi münasibətindən hiss elətdirirdi ki, bu şəxslər çoxdan tanışdılar. Həmən rüşvət epizodu olub Ağşəhər Asan Xidmətin arxası istiqamətində məhz həmən prokuror əməkdaşınızdır ki, 2024-cü ildə havadarlıq elədiyi cinayətkarı dəstənin əsas üzvlərindən biri olan Kənan Hacıyev Mirqafar Seyidovun tapşırığı ilə məni səhv istiqamətləndirmək üçün, havadarlığını gizlədə bilmək üçün, mənim dostluq münasibətində olduğum Eldar adlı şəxslə əlbir olaraq, məni öz prokuror tanışlarına və öz vəkil tanışlarına istiqamətləndirmək istəyi var idi. Bunun müqabilində Eldarın qohumuna ticarət eləməkdə köməklik göstərilib, onu Çin Xalq Respublikasına da göndərmişdilər. Mənim ehtimalımca məhz Tahirənin oğlu da sizin əməkdaşınızdandır. Hal-hazırda sizin əməkdaşınız havadarlıq və himayədarlıq elədiyi cinayətkar dəstə üzvləri ilə əlaqəsini gizlətmək və Dövlət Təhlükəsizlik Xidmətinə verdiyi rüşvəti gizlətmək məqsədi ilə özünə sərf edən şikayətlərimi göndərir Daxili İşlər Nazirliyinə, özünə sərf etməyən şikayətlərimi isə qeydiyyata almır. Bugün 26 aprel 2026-cı il səhər saat 09:05-də mən Korrupsiya ilə Mübarizə İdarəsinin qaynar xətti olan 161 qaynar xətti ilə əlaqə saxladım. Zəngimə cavab verən ilk növbəti prokuror ilə 12 dəqiqə 31 saniyə danışıq apardıq. Danışıq əsnasında ona verdiyim rüşvət məlumatlarının saxta sənədləri görməsi üçün YouTube sosial şəbəkəsində elədiyim paylaşımlar və faktlar tanış olmasını rica etdim. Yoldaş prokuror danışıq əsnasında məndən xahiş elədi ki, video görüntü ilə tanış olsun və mənim ona geri dönüş edərək 10 dəqiqə sonra yenidən ona zəng edim. Bir müddət gözlədikdən sonra 09:26-da yenidən 161 qaynar xətti ilə əlaqə saxladım. Bu dəfə başqa növbəti prokuror zəngimi cavablandırdı. Onunla danışığımı 8 dəqiqə 22 saniyə çəkdi. Məni dilə tutmağa, səhv istiqamətləndirməyə çalışırdı. Bəyan edirdi ki, güya əgər verilən məbləğ yoxdursa, korrupsiya faktları yoxdur. Biraz müzakirədən sonra mənim ona dediyim sübutlardan sonra mənimlə razılaşmaq məcburiyyətindən qalaraq xahiş elədi ki, Baş Prokurorluğun qaynar xəttinə zəng edin və dəstəyi üzümə astı. Məhz banditizm əməkdaşları Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birgə daimi zənglərimə qulaq asdıqlarına görə ilk zəngimdən sonra Baş Prokurorluğun əməkdaşına artıq mənim zəngim barədə məlumat vermişdilər və Korrupsiya ilə Mübarizə İdarəsində zəng edəndə həmən Yusifin Baş Prokurorluğu olan prokuror qohumu şahitimin qeydiyyata alınmamasını təmin etmiş oldu və hal-hazırda dövlət əleyhinə qərəzli surətdə formalaşmış cinayətkar dəstə və dəstə üzvlərinə havadarlıq və himayədarlıq eləməsinin izini itirməyə çalışır. Məhz 2019-cu ildən 2021-ci ilədək mənim yüzlərlə şikayətlərimi də həmən şəxs qeydiyyata almayıb və hal-hazırda da bu cinayətkar dəstə və dəstə üzvlərinə olan dayağını
Dövlət Təhlükəsizlik Xidmətinə verdiyi rüşvəti gizlətməyə çalışır. Xahiş və rica edirəm ki, prokuror əməkdaşınızla bağlı tədbirlər görülsün. Görülmüş tədbirlər barədə mənə də məlumatlandırasınız. Mən də məhkəmə orqanlarına müraciət edərək sizin əməkdaşınızın həbsini tələb edə bilim. Mən sizin əməkdaşınız, mənim süni sürətdə 2017-ci ildə həbs olunmağımda da əli var. Xahiş edirəm şərtlərimi qeydiyyata alasınız. Bu mənim hal-hazırda Azərbaycan Respublikası Baş Prokurorluğuna Kamran Əliyev cənabına göndərdiyim, ünvanladığım şikayət ərizəsidir. Bir sübut da göstərmək istəyirəm sizə. Keçdi yəni robot. Göndərdik. Qeyd olundu ki, sizin müraciətiniz uğurla göndərildi. Düzdürmü? İndi keçək bunun SMS bölməsinə. Deməli, bu Yusifin bizim bu havadar prokuror qohumu nə edir? Hardakı öz adı qeyd olunmayıb, harda öz adı qeyd olunmayıb, hardakı havadarlığı ilə bağlı, bu prokuror əməkdaşı ilə bağlı və bu cinayətkar dəstəyə dayağı ilə bağlı, bu cinayətkar dəstə ilə əlbir olaraq çirkin oyunlar qurmağı ilə bağlı adı harda hallanmırsa, ancaq onları göndərir Daxili İşlər Nazirliyinə. Amma özəl olanda, Baş Prokurorluğa aid bir müraciətim olanda onların heç birini qeydiyyata almır. Fikir versəniz, mənim bütün müraciətlərim gedib Daxili İşlər Nazirliyinə və məni prokurorluğa dəvət eləməyiblər. Bu həmən adamdır ki, mənim dostum Eldarla bağlı torba tikdilər, belə mənə qarşı çox çirkin bir, kobud bir oyun qurdular. Eldarın qohumunu da göndərdilər Kitaya, Çinə, ticarət dəstəyi məqsədi ilə. Və bugün də bir daha qeyd edirəm ki, mən Korrupsiya ilə Mübarizə İdarəsinə zəng eləmişəm və mənim zənglərimin də qarşısını alan, Korrupsiya ilə Mübarizə İdarəsinə təsir göstərən və təzyiq göstərən şəxs da məhz həmən şəxsdir. Baxın, bu mənim elədiyim zəngdir, qeyd eləmişəm. Birincisi, axşam zəng eləmişdim, gördüm ki, qeyri-iş vaxtıdır. 2 dəqiqə 21 saniyə gözləmədə oldum. İkinci zəngim artıq bugün səhər oldu məndə. 09:05-də ilk zəngim olub, 12 dəqiqə 31 saniyə danışmışıq. İkinci zəngim olub 09:26-da. Amma mənim bu şikayətim qeydiyyata alınmayacaq. Nəyə görə? Çünki bu cinayətkar dəstənin, kiber cinayətkarlığın, küllü miqdarda narkotik dövriyyəsinin və Dövlət Təhlükəsizlik Xidmətindən Yusifin evində, Yusiflə, yəni öz qohumu ilə əlbir olaraq rüşvət verən şəxs məhz Baş Prokurorluğun əməkdaşıdır. Böyük ehtimal bu adamı görmüşəm. Xətai istiqamətində. Yusif mənə dayısı oğlu kimi qələmə verdiyi şəxs böyük ehtimal həmən şəxs çıxacaq. Və hal-hazırda Azərbaycan prokurorluğu səviyyəsində bu adam narkotik dövriyyəsinin izin itirilməsi ilə məşğuldur. Bu adam məşğuldur kiber cinayətkarlığın izin itirilməsi ilə. Bu şəxs məşğuldur digər cinayətlərin izin itirilməsi ilə. Bu şəxs hal-hazırda məşğuldur havadarlıq və himayədarlıq elədiyi cinayətkar dəstə ilə olan əlaqəsini gizlətməklə və bu onda alınmayacaq. 2017-ci ildə də məhz məni süni sürətə tutduran da bu adam olub. 2019-cu il, 2021-ci illərdə mənim və bu qaydada, indiki qaydada elədiyim bütün şahidlərimin heç birini qeydiyyata almayan da məhz bu adam olub. Bu adamın həmən cinayətkar dəstədən xəbəri var idi. Yusifin bu cinayətkar qruprovkadan xəbəri var idi. Məni izləyən insanlardan daimi olaraq təqib altına salaraq, məni psixoloji bir növ xəstəyə çevirən insanlar barədə xəbəri var idi. Yusif özünü gicliyə qoyaraq bu zona istiqaməti ərazisində, daha doğrusu Məşdağa istiqaməti ərazisində bildirdi ki, güya ki bunun əkiz qardaşı var. Buna deyirlər manipulyasiya, manipulyasiya ilə bağlı ancaq xüsusi xidmət orqanı əməkdaşları məlumatı olur. İzləmə, təqib altına saxlayaraq psixoloji təzyiqlər göstərmək barədə məlumat polis əməkdaşlarında belə məlumatlar olmur. Yəni polis əməkdaşları belə xidmət göstərmirlər. Yəni bu psixopat, şizofren, dövlət təhlükəsizlik xidmətində işləyən adam öz cinayətlərini və özünün belə daxil olduğu cinayətkar dəstənin, özünün daxil cinayətkar dəstənin izini itirmək, mənim başıma oyun açması barədə və bir növ Azər post tələzzüqünün izini itirməyi və
Bakı metropolitenindən öz çirkin oyunlarında istifadə eləməyinin izni itirmək bahanəsi ilə General Rızayevin adına saxta sənəd düzəldib. Əsas məsələni istiqamətləndirmək istədiyi narkotik dövrəsinə, özünü isə oturub xüsusi xidmətdə bir növ gizlətməyə çalışdı. Yəni oyun belə bir şey oyun quruldu da. Ortaya atıldı narkotik dövriyyəsi, bu şəxslərin narkotik alveri, düzdürmü? Və narkotik alverindən əvvəl 2012-ci ildən başlayaraq mənə qarşı olan təqiblər, mənə qarşı olan təzyiqlərin izni itirməyə çalışdı. Bundan da istifadə elədi həmən bu cinayətkar dəstənin baş havadarı, baş prokurorluğun əməkdaşından. Yusifin, belə deyək də, Alfons həyatı yaşayan Yusifin həyat yoldaşının qardaşından. Mən böyük ehtimalımla Xətayda Yusifin mənə dayısı oğlu kimi qələmə verdiyi şəxs elə həmən prokuror çıxacaq. Bu da təbii ki, mənim bir ehtimalımdır ki, belə deyək də, İnşallah ki, məhkəmə orqanlarında və digər orqanlarında bu araşdırılsa, mənim ehtimallarım fakt olaraq, sübut olaraq çıxacaq ortaya. Və hal-hazırda baş prokurorluğunda olan bu şəxs, bu havadar, himayədar, dövlət təqib xidmətinə rüşvət verən şəxs, korrupsiya ilə mübarizə idarəsindən təsir və təzyiq göstərir ki, mənim şahidlərim qeydə korrupsiya idarəsində qeydə alınmasın və onun dövlət təqib xidmətinə verdiyi rüşvət və narkotik dövrəsi ilə olan əlaqəsi, havadarlığı, himayədarlığı bilinməsin. Mən buradan çox istəyərdim ki, bizim dəyərli baş prokuror Kamran bəy məsələyə müdaxilə eləsin. Amma əfsuslar olsun ki, baş prokurorluqda əsas havadar və himayədarlardan biri oturduğuna görə Kamran bəyin, baş prokurorun məsələdən hələ də xəbəri yoxdur. Amma ümid edirəm ki, bu hal-hazırda göndərdiyim onlayn şikayət müraciətim qeydiyyata alınacaq və qeydiyyata alınsın deyə mən məcburi surətdə belə bir video görüntüləri çəkirəm. Çünki bu şəxslər özlərinə sərf edən şeyləri qeydiyyata alırlar, özlərinə sərf eləməyə qeydiyyata almırlar. Və mən bunun qurulmuş çirkin bir oyun olduğunu artıq bildiyimə görə cinayət izinin itirilməsi ilə bağlı bir oyunlarda hamısı və belə bir çirkin oyun olduğunu bildiyimə görə mən məcburi surətdə artıq bütün şikayət ərizələrimi onlayn surətdə qeydiyyata alıram ki, sabahda sübut edeyim ki, mən filan vaxtı şikayət eləmişəm. Amma filan kəs mənim şikayətimi qeydiyyata almayıb. Və bunun özü də, bu faktın özü də sübutdur ki, bu adamlar havadardırlar. Və bu adam baş prokurorun əməkdaşı narkotacirdir. Baş prokurorluğun əməkdaşı dövlət əleyhinə formalaşmış cinayətkar dəstə və dəstə üzvlərinə birmənalı olaraq dayaqdır və dəstəkdir. Və bundan əvvəl də qurduğu Eldarla bağlı çirkin oyun. Eldarın yanına məni Eldarın vasitəsilə səhv istiqamətləndirmək istəkləri, Eldarın vasitəsilə bir növ öz prokuror tanışlarına məni istiqamətləndirmək, güya ki, Eldarın hansısa bir prokuror qohumu var. Eldar mənə təklif edir ki, prokuror tanışımız var, gedək məsələni orada həll eləyək, qeyri-rəsmi surətdə, rəsmiyyət çərçivəsindən çıxmaq şərti ilə. Eldar dəfələrlə məni saxta qondarma vəkillərin yanına aparırdı. Bunu Mərahimi Şəhruzud eləyib Eldarın dostu. Bunlar hamısı Kənan Hacıyev, baş əməliyyatçı İbrahimi, Mirqafar Seyidovun ailəsinin qurduğu çirkin oyunlar olub ki, bu şəxslərin cinayətləri üzə çıxmasın və rəsmi surətdə bu şəxslərlə bağlı tədbirlər görülməsin. Və hələ də bugün 2026-cı ildir. Mən şikayət eləməyə başlamışam 2019-cu ildən etibarən. Və hələ də dövlət xidmətinin əməkdaşları öz növbəsində öz Əbdülvahabdan əmələ gəlməm, üzləniraq əməkdaşının tərəfini saxlayırlar. İstəyirlər ki, o adam həbs olunmasın. Paralel olaraq da ki, bir növ hərə öz canını qurtarmağa çalışır, belə deyək. Və baş prokurorluq səviyyəsində bu şəxslərin havadarı olmağı da mənim üçün çox qəmli və acınacaqlı bir haldır. Ümid edirəm ki, tezliklə müraciətdə də bildirmişəm ki, bu şəxs aşkarlansın, tapılsın. Bu şəxsin işdən azad olunmağı barədə mənə məlumat verilsin ki, mən də məhkəmə orqanlarına müraciət edərək bu şəxsin necə ki, mənim qollarıma dəfələrlə qandal taxıblar, necə ki, mənə dəfələrlə iynələr, dərmanlar vurublarsa, mən də tələb edeyim ki, qanuni surətdə olaraq bu şəxs həbs olunsun, layiq olduğu yerə getsin. Belə alçaqların, belə narkotacirlərin Azərbaycan Baş Prokurorluğunda qətiyyən yeri ola bilməz və yoxdur da.